Yəni belə meydançada futbol oynamaq mən bilmirəm necə icazə verilə bilər ümumiyyətcə. Yəni buna nə qurban lazımdır, nə başqası lazımdır. Bu meydançanı görməyə və burada futbol oynamağa. Belə olmaz da. Nə meydança var, nə temp var, nə zədədən qorxursan, nə heç nə də yəni. Mən burada Newcastle hazırlaşırıq, məsələn, gəlmişəm belə oyundan mən nə hazırlaşacağım Newcastle? Gəlin bir 3 gün, 4 gün futbolçulara bərpa ver. Yəni iki qat yükləndilər futbolçular. Yəni bu təkcə mən yox, mən inanmıram burada. Öyle bütün komanda məncə şikayət edib burada. Hamısı şikayət edib, yəni bütün futbolçular, məşqçilər. Oturub gözləyim ki, oyunda vaxt qurtaracaq və nə futbolçular, uşaqlar cədədən qurtaracaqlar da. Yəni cədə olmasın. Biri orada ayağını tutub yıxılır, biri burada temp ölür, nə bilim. Belə də yəni belə futboldan başqa nə desəm var idi. Hakimlərin haqqı varmı, yoxmu ki, bu meydançada oyunu idarə etməyə. Yəni bunlar bildirməlidirlər. Federasiya bildirməlidirlər, burada oyun oynamaq olmaz. Böyle şey mi olar bu? Yəni hansı əsrdə yaşayırıq? 25 ildir deyib, futbolumuz inkişaf eləsin, o olsun, bu olsun, amma belə meydançada, başa düşürəm, yeni komandadır, başa düşürəm, meydançası yoxdur. Gəlsin burada məşq eləsin, 10 dəqiqə burada oynarlar. Özləri niyə oynayır? Çünki meydança sərfəli deyil axı. Gedilər Bakıda məşq edirlər, gəlirlər burada oynayırlar. Bakıda məşq edirlər, qoy Bakıda da oynasınlar.